iPhone-unuzun orijinal olduğunu bilmək istəyirsinizsə, bunun üçün nə etmək lazımdır? Ayarlara giririk, oradan genel, daha sonra haqqında giririk və burada model nümunəsi var. Burada birinci hərf M hərfi, yəni ki bu təzə olduğunu göstərir. Əgər bu N hərfin yerinə F hərfidirsə, deməli bu telefon bərpa edilib. Əgər burada P hərfidirsə, deməli xüsusi sifarişlə hazırlanmışdır bu telefon. N hərfidirsə, deməli dəyişdirilib. Bunun hansı ölkəyə aid olduğunu bilmək istəyirsinizsə, daha doğrusu bu hansı ölkədə hazırlanıb deyil də, hansı ölkə üçün buraxıldığını bilmək istəyirsinizsə, son 3 hərfi, yəni ki HX, A, yəni buradan bilərik biz. HX, bu Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərq ölkələri üçün nəzərdə tutulmuşdur istehsalı və tam orijinaldır, qarantiyası da vardır. Əgər siz də telefonunuzun hansı ölkəyə aid olduğunu bilmək istəyirsinizsə, bundan sonraki şəklə baxa bilərsiniz. Hal-hazırda göstərdiyim və yaxud da ki, rəy bölməsinə sual verə bilərsiniz. Təşəkkürlər.